Hər kəsə salam dostlar. Bugün sizlərlə birlikdə eleştiriyə qaldığımız yerdən davam edirik. Bugün də dostlar Roblox oyunu haqqında yenə məntiqsiz danışanlar tapdım və onları tənqid edəcəyik. Dostlar bilirəm tez-tez Roblox oyunu haqqında danışıram, amma dostlar bundan sonra başqa videolar da gələcək. İndi dostlar birinci videoya baxaq. Sizcə uşaqları bu yolla qorumaq mümkün olacaqmı? Düşünürəm ki, əslində bu təkcə ölkəmizdə deyil, dünyada artıq süjetdə biz izlədik ki, ən çox müzakirə olunan mövzulardan biridir. Dünyada dediyiniz diktator ölkələrdir. Xüsusən də uşaqların sosial şəbəkəyə daxil olması, orada onlayn bullyinqə məruz qalması, psixoloji təsiri, belə amillər. Roblox oyunu ilə sosial şəbəkələr 12 yaş üstüdür. Və 12 yaş üstüdürsə və uşaqlar oynayırsa, bu oyunu düzəltənin günahıdır. Bu da ki, artıq bir faktor ki, sosial şəbəkələrdə alqoritm elə qurulub ki, insanlar nəyə maraq göstərirsə, daha çox insana o göstərilir və təbii ki, artıq yetkin bir vətəndaş ağı qaradan ayırd etməyi bacarır. Amma çox təəssüflər olsun ki, uşaqların izlədiyi kontentləri artıq nəzarətsizlik olduğu təqdirdə çox ciddi fəsadlar olur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Təkcə qardaş Türkiyəmizdə Kahramanmaraşda olan hadisəni siz qeyd etdiniz. Ondan o hadisənin Roblox'la nə əlaqəsi var? Başqa Avropa ölkələrində, Amerikada belə hadisələr baş verir və daha sonra artıq araşdırmalar zamanı məlum olur ki, bunlar sosial şəbəkələrin, virtual oyunların, hətta bəzi serialların, filmlərin təsiri ilə olan bir hadisələrdir. Xeyr, burada əsl günahkar xəbərçilərdir. Belə silahlı hadisələr yaşananda xəbərçilər televizorda həmin uşağın adını, soyadını verirlər və başqa uşaqlar da görürlər və onlarda məşhur olmaq üçün belə hadisələr yaradırlar. Bunun qarşısını almaq üçün artıq dünyada yeni mexanizmlər işə düşməyə başlayıb. Bu artıq faktor, məsələn, Yaponiyada artıq qeyd olundu ki, 15 yaşına, 16 yaşına qədər uşaqların sosial şəbəkəyə girişi məhdudlaşdırılıb. Dostlar, mən bunu araşdırdım və yalan danışırlar. Baxın, bir dənə buna. Baxın dostlar, hələ belə bir şey olmayıb, amma müzakirələr var. Yəni, bu da sübut edir ki, yalan danışırlar. Araşdırmadan xəbər edirlər. Və artıq belə halların olması onu göstərir ki, artıq həyəcan təbili çalmağın vaxtıdır və ölkəmizdə də təbii ki, biz görürük ki, çox təəssüflər olsun ki, bəzən burada çox incə bir məqama toxunduğuz ki, valideyn nəzarətsizliyi. Ən böyük problemlərin qaynağında o dayanır ki, məsələn, siz övladına bəzi valideynlər artıq belə telefonu verirlər və artıq orada nə etdiyini bilmirlər. Hətta virtual oyunlar bilirsiniz ki, çox böyük təhlükədir. Türkiyədə bir neçə il bundan öncə Roblox oyunu var ki, məsəl üçün bilirsiniz ki, çox məşhurdur dünyada. Orada da məsələn hansısa cinayətə, intihara, kriminala, gecə həyatına marağı var, bəli, cinsi azlıqlarla bağlı. Roblox elə bir oyun yoxdur ki, uşaq intihar eləsin. Ümumiyyətlə, Mavi Balina adlı oyunda yoxdur. Mavi Balina bir Discord qrupudur. Oyunu düzəldənin uşağın intihar eləməsi nə işinə yarayacaq? Siz gəlin Roblox elə bir oyun göstərin ki, uşaq o oyunda intihar eləsin. Yoxdur. Azlıqlarla bağlı. Orada o platformanın içində oyunlar var və uşaqlar ora daxil olurlar. Anası elə bilir ki, bu adi bir uşaq oyunudur. Artıq onun içəliyindən məlumatlı olmadığı. Çünki onun içində yüzlərlə oyun var həmin o Roblox platformasının içərisində və valideyn ona baxmamalıdır. Valideyn yaş üstünə baxmalıdır oyunun. Orada artıq uşaqların belə deyim də artıq sonra cinayətə meyilməsi, həyatdan qopması, virtual aləmə daha çox önəm verməsi, real həyatla əlaqəsinin kəsilməsi. Yox artıq, abart. Neçə dənə elə uşaq görmüsən ki, elə də danışırsan. Ki, insanları öldürməkdən belə həzz alır, tapşırıqlar verir ki, öldürməlisən, özünü atmalısan. Bax, belə hallar var idi. Roblox içində elə bir oyun yoxdur. Alt çəkin, amma çəkə də bilmərsiniz. Çünki Roblox'a bir dənə də olsun elə bir oyun yoxdur. Ondan sonra Türkiyədə bu oyun qadağan edildi və məlum oldu ki, 15 milyon uşaq ondan istifadə edir. Amma ona qədər ümumiyyətlə belə bir araşdırma aparılmamışdı və məlumat yox idi. Amma məlum oldu ki, demək olar kütləvi olaraq yayılıb. Hətta ölkəmizdə də bilirsiniz ki, bu ilə bağlı çox ciddi işlər aparılır, müzakirələr aparılır. Ailə Qadın Uşaq Komitəsinin bu ilə bağlı belə deyim də bir açıqlaması da var idi ki, həmin oyun qadağan olunmalıdır. Oyun 12 yaş üstüdür və uşaqlar üçün deyil və valideyn nəzarət etməlidir buna. Roblox'u düzəldən zaten Roblox Kids adlı oyun çıxarır. Daha nə istəyirsiniz? Uşaqlara təhlükəli ola bilər. Burada ən vacib amil valideyn nəzarəti və uşaqlarımız nə işlə məşğul olur. Biz deyə bilmərik ki, tutaq ki, əvvəllər övladlar tutaq küçəyə çıxırdılar, bir yıxılırdılar, ayağı tutaq ki, əzilirdi. Amma indi təhlükə daha böyükdür. Amma bu görünməyən bir təhlükədir. Bu artıq uşağın gələcəyini məhv eləyə bilər. Bu uşağın belə əhatəsini, psixologiyasını, böyüməsini, valideynlərlə münasibətlərini məhv eləyə bilər.
Heç bir oyun heç bir uşağın gələcəyini məhv etmir. Dostlar, indi qarşıma bir dənə pediatr çıxdı. Dostlar, pediatr Roblox oyunu haqqında danışıb, gəlin ona bir baxaq. İzləyicilər, bugün bir maraqlı mövzuda danışmaq istəyirəm. Bu yaxınlarda bir xəstəm mənə belə bir sualla müraciət elədi. Doktor, övladım gecələr çox narahat yatır, qorxulu yuxular görür. Hətta belə bir yuxuda görür uşaq ki, uşaq yuxuda anasını öldürür. Və durub bunun haqda anasına deyib və onun da narahatçılıq keçirdi. Təbii ki, mənə müraciət elədi ilk öncə və araşdırma zamanı məlum oldu ki, bu uşaq oyunlar oynayır və əsasda bu oyunların içərisində oynadığı oyunlardan ən məşhuru Roblox oyunudur. Sizdən xahiş edirəm ki, uşağın hər elədiyini telefona bağlamayın. Arxaya dərdini qoymusan, duyğu sömürüsü eləyirsən. Belə qeyd edeyim ki, Roblox oyunu ümumiyyətlə bu oyun istifadəçilər tərəfindən yaradılıb. Yəni bu oyunun içində psixoloji təsirlər də ola bilər, eyni zamanda uşağın yaşına uyğun olmayan mövzular da ola bilər. Bu oyun 12 yaş üstüdür. Siz 12 yaş üstü oyunda nə olmasını gözləyirdiniz? Siz də o valideyninə müraciət edin ki, uşağa nə oynadığına, nə baxdığına nəzarət edəsin. Təkcə bu oyunu deyil, eyni zamanda bu cür kompüter oyunlarının oynanılması uşaqlarda psixoloji asılılığa səbəb ola bilər. Eyni zamanda bu oyunlarda, bu kimi oyunlarda pul problemləri, yəni maddi cəhətdən valideynlər ziyana düşə bilər. Çünki burada eyni zamanda pul xərcləmə məsələləri ola bilər. Oyun bizə pul xərcləmək üçün zorlamır. Valideyn istəsə bank kartını bloka ata bilərlər. Bloka atanda ödəniş edə bilmirlər. Yəni həll yolu ola yalandan danışırlar eləcə. Bundan başqa isə burada chat oyunlarda chatlar var ki, yəni uşaqlarla danışıq aparıb müəyyən məlumatları öyrənə bilərlər və bu da çox ciddi problemləri gətirib çıxarda bilər. Bu gün cənəmə artıq 5 yanvardan gəlir. Mən tam %100 əmin oldum ki, siz heç araşdırma eləmirsiniz bir oyun haqqında danışanda. Kompüterlə və ya telefonla kontaktda olur və bu göz yorğunluqlarına, gözdə zəifləməyə qədər gətirib çıxarda bilər. Onda valideyn o uşağa telefonu öyrətməsin. Balaca yaşında ağlayanda telefonu əllərinə verirlər. Uşaq ağlayanda o telefonu əllərinə verməli deyilsiniz. Başqa belə deyək ki, uşaqlar çox alicə olduqlarına görə mədə problemləri, yəni uşaqlar acmırlar, acılığa yaddan çıxardırlar, yemək yaddan çıxardırlar və bu mədə problemlərinə yol aça bilirlər. Yemək hazır olanda zaten valideyn xəbər edir uşağa. Mədə problemlərinə yol aça bilirlər. Digər tərəfdən isə təbii ki, burada asıllıq, ən böyük problem isə telefon asıllığı və bununla bağlı uşaqlar dərsdən yayına bilərlər. Valideyn nə edə bilər? Valideyn təbii ki, bu oyunu pozmaq daha doğru olar. Ancaq ki, bunu bacarmırsa və yaxud bunu edə bilmirsə, o halda mütləq şəkildə chat funksiyasını bağlamalıdır, pul məsələlərinə diqqət eləməlidir və uşaqlara zaman qoymalıdır və özü valideyn nəzarət eləməlidir. Gəlin birlikdə bu oyunlara yox deməyi bacaraq, əziz və dəyərli valideynlər. Şükür ki, düzünü dedi artıq. Bu hashtag oyunumdan əl çəkişdiyində bacardığınız qədər paylaşın ki, Roblox'un qadağan olunmasına icazə verməyək. Dostlar, və başqa kanalda xəbərləri də çıxmışdı və TikTok'da tapdım o xəbərləri. Gəlin dostlar, indi o xəbərləri bir tənqid edək. Qorxu, şiddət, aqressiya. Bu oyun onsuz da 12 yaş üstüdür. Nə olmasını gözləyirdiniz siz? Söhbət son dövrlər azyaşlıları özündən asılı vəziyyətə salan Roblox oyunundan gedir. Balaca həmsöhbətimin də qeyd etdiyi kimi, onun kimi onlarla uşaq artıq özlərini bu oyunsuz təsəvvür etmir. Burada artıq valideynin günahıdır. Uşağın balaca yaşında telefonu öyrətməsinlər, öyrədədə də heç nəzarət də eləmirlər.
Lakin mütəxəssislər həyəcan tədbiri çalır. Bu cür oyunlar ciddi psixoloji problemlərə yol açır. Orada o kadar değişen kadrlar var ki, o kadar agresiya yaradacaq davranışlar var ki, o birbaşa uşağın beyin quruluşuna da təsir eləyir. Beyin ayarları pozulmuş olur. Məsələn, kiçik yaşlı uşaqlarda biz konsultasiyalarda da görürük. Səbir sözləri tez-tez işlənir. Səbirsizəm deyə, əsəbiyəm deyə, əsəbləşmişəm deyə. Halbuki qabaqlar 7 yaşında uşaq bilməzdi ki, səbirsizlik nə deməkdir, əsəbləşmək nə deməkdir. Oha, o qədər də yox da. Onları valideynlərindən öyrənirlər əsəbləşməyi, səbirsizliyi. Balaca uşaqlar görmüşəm əsəbləşən 2-3 yaşında. Çox çalışdım telefonu əlindən alım, ancaq ki heç cür imkan yox, çox aqressiv olur. Telefonu əllərindən alacaqsınız, sadəcə 10-15 dəqiqə ağlayacaq. Bu qədər çətindir məyər? Telefonu uşağın əlindən almaq olmur. Çox çətindir. Birinin 6 yaşı var, birinin 5 yaşı var. Çox çətin, çox çətin. Bilmirəm. Nəzarət eləyirik. Amma yenə də isterikaları tutur, ağlamalar, küsmələr bu telefonlara çox bağlıdır uşaqlar. Dostlar, bu da təzə çıxıb nəzarət edirik, amma xeyri yoxdur. Əgər belə olmasını istəmirdinizsə, telefonda öyrətməzdiniz. Dostlar, valideynlər özlərində günah görə bilmirlər, amma oyunda görə bilirlər. Çünki oyuna günah atmaq asandır. Məsələn, başına döyən uşaqlar görmüşük oyundan ötürü. Ki, oyun bitmədən sən məni çıxartdın, digərləri oyundadır. Bilirsiniz, elə bir sistem qurulub ki, sanki bir ananı balaya düşman etmək məqsədi güdülür. Of, bu qədər məntiqsizlik də olmaz da. Bir dənə oyun düzəldim, ananı balaya düşmən eləsin. Belə deyib, oyun düzəldən nəyinə lazımdır ana ilə balanın düşmən olması? Neysə dostlar, videomuz bu qədər idi. Sağ olun və bay bay.